Mingəçevir sakini Aybəniz Kərimova 2007-ci ildən bəri rəngli iplərdən dekorativ güllər toxumaqla məşğuldur. Onun bu işə marağı toxuculuğa olan böyük həvəsindən yaranıb. Aybəniz Kərimovanın yaratdığı bu əl işləri çoxlarının diqqətinə səbəb olub. Elə buna görə də o toxuduğu gülləri hazırda Mingəçevir, Bərdə və Bakıda satışa çıxarır. Aybəniz Kərimova gül almaq üçün ona müraciət edən müştərilərin sayının qənaətbəxş olduğunu deyir. Hədiyyə alırlar, ad günlərini alırlar, zakaz verirlər, ad günlərinə eləyirəm, belə hər bir şey eləyə bilirəm. Ancaq bu işlə məşğulam, ancaq qazancım bu işləndir mən. Aybəniz Kərimova toxuduğu güllərin qiymətinin ölçülərindən asılı olaraq 5-100 manat aralığında dəyişdiyini bildirir. O bir gülün dibçə ilə birlikdə hazırlanmasına 3 saat vaxt sərf edildiyini söylüyor. Toxucu qadın hər zaman incəlik və diqqət tələb edən bu işdən böyük zövq aldığını deyir. Mən bunlarla həzz alıram. Mən yatdığım yerdə də, durduğum yerdə də, oturduğum yerdə də, yəni mən bunlarla həzz alıram. Mən hər zaman bunlarla həzz alıram. Bunlar olmasa bəlkə də mən xəstə düşərəm. Gecə də olsa, gündüz də olsa, mən zamanıma qədər bunları eləməsəm mən yata bilmərəm. Aybəniz Kərimova hazırda dekorativ gül hazırlamağı övladlarına və nəvələrinə də öyrədir. Elmir Həsənov, Nərmin İbrahimova, Cahid Baxşəliyev, Mingəçevir.